Mingəçevirdə 58 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Doğru xəbər Azərbaycan Qafqaz İnfo istinadən bildirir ki, bədbəxt hadisə şəhərin Şəfa Bağları adlanan ərazisində olan fərdi evlərdən birində qeydə alınıb. Belə ki, şəhər sakini Firdovsi Adıgözəlov həyətində tut yığmaq üçün çıxdığı ağacdan yerə yıxılıb. Nəticədə Firdovsi Adıgözəlov hadisə yerində həyatını itirib. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma tədbirlərinə başlanılıb. Göyçayda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Qafqaz İnfo bildirir ki, Yasin Qurbanov Vaz markalı avtomobillə hərəkətdə olarkən piyada 1989-cu il təvəllüdlü Elman Hüseynov vurub. Piyada Elman Hüseynov xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Göyçay rayon polis şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.